Dövlətdə ikinci dildir və bu gün Azərbaycanda heç bir dövlət dili statusunda yoxdur. Amma hamı lap balacalıqdan istəyir ki, uşaqları ingilis dilində öyrənsinlər. Necə ki, əvvəl rus dilində məsələn öyrətməyinin bu qədər tərəfdarı idilər. Yəni, bütün dünya dilləri tədqiq olunur. Talış dildə eyni zamanda Alman alimi Müller tərəfindən tədqiq olunmuşdur, bizdə Əbülfəzl tərəfindən. Amma hazırki dövrdə talış dilini, məsələn bizim bölgəmizin universiteti Lənkəran Dövlət Universiteti. Yəni bu universitetdə heç olmasa bir kafedra ya bir bölmə yaradıla bilər ki, bu dilin tədqiqi. Mən özüm bu dillə tədqiqatı ilə məşğulam. Bunun müxtəlif istiqamətdən. Həm leksikologiyasına, morfologiyasına müxtəlifini bildiyim qədərilə. Bu dili öyrənən bir tədqiqat nöqtəsi olmalıdır ki, bu dilin inkişafı ilə bağlı bir iş görə bilsin. Eyni zamanda talış dilində heç bir televiziyada, eyni zamanda bizim regionda, yəni Cənub televiziyasında, radioda heç bir saatlıq da olsun bir veriliş yoxdur. Yəni bu dil nə qədər, yəni bu dilin təhlükəsi mi var, bu dil nədir ki, axı bu belə, yəni buna qarşı bu qədər məsələn belə məsuliyyətsiz və ögey münasibət var. Evlərdə də istər-istəməz artıq məsələn xüsusilə də gənc analar, onlar öz övladlarının məsələn talış dilində danışmalarının əleyhinə çıxırlar. Məsələn ki, sənə deməmişəm talış dilində danışma, yəni nə bilim nə. Yəni onların evdə öyrətdiyi belə deyək ki, o şikəst Azərbaycan dili gəlir axırda məktəbdə məsələn görürsən ciddi tələffüz və digər problemlərə səbəb olur. Yəni talış dilinin, mədəniyyətinin, ədəbiyyatının, folklorunun ümumiyyətlə öyrənilməsi ilə bağlı, tədqiqi ilə bağlı xahiş edirəm seçiləcəyiniz təqdirdə inşallah Allahın köməyi ilə, yəni qanunvericilik səviyyəsində müəyyən işlər görəsiniz. Yəni, mən bir talış faalı kimi mən bunu çox istəyirəm. Bilirəm ki, siz də elə ən faal üzvlərindən birisiniz talışların. Ona görə də bu məsələdə xüsusi diqqət ayırmanızı xahiş edirəm. Çox sağ olun. Bəli. Ana Tolaşimov. Yəni, 20-ci növbədə çəmə bütün məktəbonada ibtidai sinifdən başlayaraq Tolaşizovun təbii bənidir. Bir dənə bu yerdə mən sizə icazənizlə bir sözü kəsmək istəyirəm. Talış dili lerikdə tədris olunur. Deməli, bu ərazilərdə azsaylı xalqlarından bağlı xüsusi proqram var. Əvvəl o həftədə 2 saat edir. İndi onu endiriblər 1 saat. Və mən maraqlanıram, məsələn, lerikdə 106 məktəbdə, yəni ibtidai məktəblər, tam orta və orta məktəblərin haradasa 50 neçəsində talış dili tədris olunur. Digər məktəblərdə talış dili tədris olunmur, cədvələ də salınmır. O 50 neçəsində də formal olaraq talış dilinin adı orada keçir, amma onun əvəzinə riyaziyyat, musiqi, başqa dillər keçirilir. Məsələn, mən məktəbə təyin olunana 2016-cı ildən talış dilini tədris edirəm, amma talış dilində çıxan dərslik, axırıncı dərslik 1996-cı ilə təsadüf edir bu dərslik. Yəni, bu dil əgər tədris olunursa, bunun dərslik sahəsində də müəyyən işlər görülməlidir. Yəni, bu da boşluqlar çox düzgündür. Çünki o tədris vəsaitlərinin yazılması üçün, belə deyək, mütəxəssislər lazımdır. Birinci növbədə o mütəxəssislər yetişməlidir ki, bu ali məktəb səviyyəsində, necə ki, universitetlərdə xarici dil kimi ingilis dili, rus dili və s. keçirilir, xarici dil kimi, eyni zamanda Azərbaycan dili tədris olunur, daxili dil kimi, bizim talış dili də daxili dilimiz kimi hər hansı bir formada institutda tədris olunmalıdır ki, orada mütəxəssis yetişsin. Və o kitabı yazan da o mütəxəssis olmalıdır. Bilirəm, 90-cı illərdə bir müddət o tədris olundu. İndi siz buna məşğul olan insan kimi orada da çoxlu çatışmazlıqlar var. Bu artıq o dərslik, bu müasir təsiri elədir. Orada çoxlu çatışmazlıqlar var. Yəni orada bilirsiniz ki, bu ləhcə söhbəti var da, məsəl üçün Astara talışları. Bir xüsusi ləhcədə yazır, mənanı başa düşmür. Başa düşür. Ona görə də dil, məsələn, Azərbaycan dilində də bu var. Şəkillər ayrı ləhcədə danışır. Fərz edək, Naxçıvanlar ayrı ləhcədə danışır. Bakılar ayrı ləhcədə danışır. Amma dil birdir. Ona görə də ədəbi dil birdir. Birinci biz o ədəbi dili formalaşdırmalıyıq. Ədəbi dilin formalaşdırılması üçün bu universitetlərdə tədris olunmalıdır. Və seçildiyin təqdirdə bəli, bu məsələlərlə ciddi məşğul olacaq. Bu bu istiqamətdə, yəni mən özümə şəxsən söz vermişəm ki, yəni talış dilinin, ədəbiyyatının inkişafı ilə bağlı kim əgər səy edəcəksə, yəni mənim bu bir səsim var, mən o bir səsi ona verəcəm. Yəni, amma qalan, məsələn, iqtisadi, sosial məsələlər çoxdur. Bunlar zaman-zaman həll də olur, dağılır, yoldur, düzəldirsən, dağılır, yenə düzəlir, işıqdır, kəsilir, bərpa olunur. Amma milli, mənəvi məsələlər bu ki, dağıldı, bunun bərpası da mümkün olan bir məsələ olmayacaq.
Bir də həmimiz bir söz dedi ki, məsəl üçün deputatın yol düzəltməsi, büdcəsi yoxdur ki, yol düzəltsin məktəbcənin. Bəli, deputatlar, Heç olmasa orada yatmasın. bəli. Bu kim də desə, gəlib desə ki, mən gələn kimi sizin yollarınızı hamısına asfalt döşəyəcəm, bütün məktəbləri özüm tikəcəm. Görürəm məsələlər həlli olunur. Əsas. Amma bəli, məsələni, onun vəzifəsi o məsələni orada qaldırıb, onun həllinə nail olmaqdır. İnşallah yaxşı olur. İnşallah Allah'ın İnşallah size olur. Tamam biz zahmet edeceğiz. Ama xabun və bu iş şama salavatı. Şama xabun şması və bu. Köşünlü. Arzular ki siz Təklik funksiyası budur da. seçilerden sonra gelip görüş getirersiniz. Seçilerden sonra inşallah salavat olsa gelip görüşersiniz bizden. Bir yaxın adamımız gəldi bura. İlk platformadan danışdı. Dedim məndən səndən bir xahiş var. Burada marketdə düşür.